Salam əziz şagirdlər, yenidən sizi görmək çox xoşdur. Bugünkü mövzumuz Müzəffər Ali Baş Komandan. Əziz şagirdlər, Azərbaycan tarixində bir çox tanınmış tarixi şəxsiyyətlər var. Elə tarixi şəxsiyyətlər var ki, onların buraxdığı izlər uzun müddət yaddaşlardan itməyəcək. Məhz belə bir şəxsiyyətlərdən biri də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. İlham Əliyev 2003-cü ildə prezident seçilmiş. Azərbaycanın yeni minilliyə, yeni liderlə daxil olduğu böyük parlaq bir şəxsiyyətdir. Gəlin İlham Əliyevin siyasi yüksəlişinə baxaq. İlham Əliyev ali təhsili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda almışdı. Elmi pedaqoji fəaliyyəti də məhz bu institutda başlamışdı. Burada aspirant olmuş, daha sonra isə bir müddət müəllim olmuşdu. İlham Əliyev peşəkar diplomatdır, peşəkar siyasətçidir. Tarix elmləri üzrə fəlsəfə doktorudur. İngilis, rus, türk dillərində sərbəst danışır. İlham Əliyevin siyasi karyerasına baxdıqda, prezident olmadan öncə Azərbaycan Respublikasında Milli Məclisdə 2 dəfə deputat seçilmişdi. Bu, 1995 və 2000-ci illərə təsadüf edir. Milli Məclisdə fəaliyyət göstərdiyi müddətdə İlham Əliyev Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdu. Eyni zamanda İlham Əliyev bir müddət Azərbaycan Dövlət Neft Şirkətinin, yəni SOCAR-ın vitse-prezidenti olmuşdu. 2003-cü ildə prezident seçilən İlham Əliyevin qarşısında böyük bir vəzifələr dayanırdı. O, dövlətin iqtisadi və hərbi gücünü artırmalı, Qarabağ problemini həll etməli idi. Bildiyiniz kimi 1994-cü ildən atəşkəs haqqında müqavilə imzalandıqdan sonra biz Qarabağı dinc yolla geri qaytarmaq üçün mübarizə aparırdıq və İlham Əliyev, Heydər Əliyev kursunu davam edərək bu sahədə böyük işlər görmüşdü. Ölkədə böyük quruculuq işlərini aparmaq, yeni yollar çəkmək, şəhərləri, qəsəbələri və kəndləri abadlaşdırmaq onun əsas hədəflərində idi. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, ölkədə yeni iş yerləri açmaq, əmək haqlarını, təqaüdləri artırmaq, bütün bunların hamısını həyata keçirmək üçün İlham Əliyevin qarşısında böyük vəzifələr dayanmışdı. Və qeyd edək ki, İlham Əliyev bütün bu vəzifənin öhdəsindən gələcək. İlham Əliyevin xarici siyasətinə gəlin birlikdə baxaq şagirdlər. Qeyd etdiyimiz kimi İlham Əliyev 2003-cü ildə prezident seçildiyi andan Heydər Əliyev kursunu davam etdirirdi. Xarici dövlətlərlə imzalanan müqavilə nəticəsində Azərbaycan qaz ixrac edən dövlətə çevrilmişdi. Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olmuşdu Azərbaycan. Avropanın bir sıra dövlətləri məhz Azərbaycan qazının alıcısıdır. Neft və qaz kəmərlərinin çəkilməsi, Bakı, Tbilisi, Ceyhan neft kəməri ilə Avropaya neft ixrac edirik. Bakı, Tbilisi, Ərzurum kəməri ilə isə qaz ixrac edirik. Azərbaycan tranzit ölkəyə çevrilməsi də məhz İlham Əliyevin böyük uğurudur. Çindən Avropaya gedən mühüm tranzit yollarının bir hissəsi məhz ölkəmizdən keçir. Yüklərin daşınmasını təmin etmək məqsədi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilmişdir. İlham Əliyev Qafqazın lideridir və Qafqazın lider dövləti olan Azərbaycanın başçısıdır. 2024-cü ildə Şuşada keçirilən 7-ci Xarı Bülbül festivalında İlham Əliyevin Cənubi Qafqaza gələn hər bir dövlət bizimlə hesablaşır fikri məhz bunu təsdiq edir. Ölkəmiz 1991-ci ildən müstəqillik qazandıqdan heç bir hərbi təşkilata qoşulmamışdı. Məhz bu səbəbdən 2011-ci ildə Azərbaycan qoşulmama hərəkatına üz seçilmişdi. Hətta bir müddət bu təşkilata sədrlik də etmişdi. Maraqlıdır ki, İlham Əliyevin fəaliyyəti təkcə Azərbaycanda deyil, qonşu məkanda da deyil, bütün dünyada, Avropada izlənilir və onun təcrübəsindən bəhrələnməyə çalışırlar. Misal üçün, Serbiya prezidenti Aleksandr Vučićin İlham Əliyev haqqında dediyi gəlin fikirlərə baxaq. Əziz dostum İlham Əliyev Avropada çox məşhurlaşıb. Bilmirəm o nə edib, amma bunun sirrini mən də bilmək istərdim. Yaxud gəlin Macarıstanın baş naziri Viktor Orbanın fikrinə baxaq.
Mən son 10 ildə İlham Əliyevdən o qədər şey öyrənmişəm ki, əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Mən ondan necə daha da uğurlu olmağı öyrənməliyəm. Cənab Prezident, ötən 10 illiyə görə biz sizə həmişəlik minnətdarıq. Bütün bu fikirlər İlham Əliyevin dünyada sayılıb seçilən böyük lider olmasının sübutudur. İndicə gəlin İlham Əliyevin daxili siyasətinə baxaq Azərbaycan Respublikasında. Təhsilə böyük diqqət ayırması, gənclərin xaricdə təhsil alması üçün dövlət proqramının qəbul edilməsi İlham Əliyevin fəaliyyətidir. Yeni müasir məktəblərin inşası və yaxın zamanda Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması isə Azərbaycan təhsilində ən böyük uğurlardan biri olmuşdur. İdmanın inkişafı. Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvüdür. Bildiyiniz kimi son 10 illiklərdə Azərbaycan Olimpiya yarışlarında Azərbaycana idmançılarını çoxlu sayda qızıl, gümüş gətirmişlər medalları. Ölkənin bir çox yerlərində Olimpiya kompleksləri inşa olunur. İlham Əliyevin daxili siyasətində, onun fəaliyyətində ən mühüm yer tutan sahələrdən biri ordunun gücləndirilməsidir. Bildiyiniz kimi bizim Qarabağ kimi problemimiz var idi və ona görə də dövlət büdcəsindən ən çox vəsait məhz orduya ayrılırdı. Ordu ən müasir silahlarla silahlandırılır, hərbiçilər xarici dövlətlərdə təhsil alır, təlimlərdə iştirak edirdilər. Qarabağda isə atəşkəs davam edirdi. Məhz bu atəşkəs dövrü, yəni 1994-cü ildən 2020-ci ilə qədər çəkən bu birinci atəşkəs dövründə sülh danışıqları davam edirdi. İlham Əliyev hələ də ümid edirdi ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Qarabağ məsələsini dinc yolla həll etməkdə yardımcı olacaqlar. Ancaq təəssüflər olsun ki, böyük dövlətlər təcavüzkar Ermənistanı deyil, məhz Azərbaycana təzyiq göstərirdilər. Güzəştlərə məcbur etməyə çalışırdılar. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının prezidenti dəfələrlə xəbərdarlıq etmişdi ki, sülh danışıqları nəticə verməsə torpaqlarımızı hərb yolu ilə geri qaytaracağıq, azad edəcəyik. Azərbaycan Respublikasının prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Qarabağ məsələsində qətiyyət göstərdi və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan Qarabağ məsələsində geri çəkilməyəcək və torpağımızı geri qaytaracağıq. Məhz bu anda gəldi, çatdı. Belə ki, 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatları 2-ci Qarabağ müharibəsini zərur etdi. 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusu əks hücuma keçərək hərbi əməliyyatlara başladı. Məşhur Dəmir Yumruq əməliyyatına. 44 gün ərzində ordumuz cəbhədə düşmənə sarsıdıcı zərbələr indirdi və onu tamamilə darmadağın etdi. Müzəffər komandan döyüş meydanında olduğu kimi diplomatiya cəbhəsində də rəqiblərimizə dərs verdi. Vətən müharibəsi dövründə Ali Baş Komandanın Qarabağ Azərbaycandır kəlməsi isə dillər əzbəri oldu. Əziz şagirdlər, Heydər Əliyev irsinin daha bir davamçısı Mehriban Əliyeva haqqında da qısa söhbət açaq. Mehriban Əliyeva Heydər Əliyev irsinin davamçısıdır. Azərbaycan Respublikasının birinci vitse-prezidentidir. Mehriban Əliyeva eyni zamanda Heydər Əliyev fondunun rəhbəridir. Məhz bu fond ağır xəstəliklərlə duçar olan Azərbaycan vətəndaşlarının sağalması üçün böyük vəsaitlər ayırır. Mehriban Əliyeva BMT-nin tərkibində fəaliyyət göstərən, mədəniyyət abidələrinin mühafizəsi və qorunmasında mühüm rol oynayan UNESCO-nun da sülh məramlı səfiri olmuşdu. Lakin 2-ci Qarabağ müharibəsindən sonra UNESCO-nun səfiri kimi bu təşkilatın nümayəndələrini Qarabağa dəvət etsə də, onların gəlib Qarabağda ermənilər tərəfindən dağılmış abidələrə baxıb qiymət verilməsini xahiş etsə də, bu təşkilat gəlməkdən imtina etdi. Məhz bu səbəbdən Mehriban Əliyeva UNESCO-nun sülh məramlı səfiri vəzifəsindən istefa vermiş və bundan imtina etmişdi. Beləliklə, bugün biz fəxr edirik ki, dövlətimiz əmin əllərdədir. İnanırıq və əminik ki, hələ uzun illər Azərbaycanımız vətən sevgisi ilə öyünən və seçilən bu rəhbərlər sayəsində dünyada öz yerini layiqincə tutacaqdır.
Əziz şagirdlər, bugünkü dərsimizə ayrılan vaxt bu qədər. Növbəti dərslərimizdə görüşənədək sağ olun.